Güclüləri sevmirlər. Çünki onlar heç kimə sərf eləmir uşaqlar. Güclülər olan yerdə zəiflər özlərini sübut eləməyə çalışırlar həmişə. Güclülər heç vaxt heç nə sübut eləmir. Güclü elə güclüdür. Güclü harasa gələndə o saat qıraqdakilərdə narahatçılıq yaranır. Güclünü görəndə onlar paxıllıq basır onları. Paxıllıq eləməyə başlayırlar. Görəsən bu niyə belədir? Görəsən bu bunu hardan aldı? Uyda bu maşın necə alıb? Hansı yolla alıb görəsən? Sənin neyvə lazımdır? Hansı yolla alıb? O güclüdür. O səndən güclüdür, bir şeyi anla. O səndən güclüdür, sən zəifsən. Başa düşürsən, sən zəifsən. Sən qorxaqsan. Onun girdiyi risklərə, onun girdiyi qorxulu yerlərə sən girməmisən, girə də bilməsən. Çünki sənin təbiətin üçün deyil bu, aydın olur sənə. Sən zəifsən, aydın olur sənə. Sən ancaq onun bunun həyatı ilə maraqlanırsan. Sənin öz həyatın yoxdur dostum. Güclülər heç vaxtı kiminsə həyatına burnunu soxmurlar. Güclülər heç vaxtı kiminsə həyatını dəyişməyə çalışmırlar. Güclülər ətrafı dəyişməyə çalışmırlar. Güclülər sadəcə ətrafa baxıb ona uyğunlaşmağa və öz həyatlarını davam eləməyə çalışırlar. Güclülər üçün kiminsə həyatı yox, öz həyatları önəmlidir, aydın olur sənə. Əgər sən güclüsənsə, əlbəttə ki, öz həyatını dəyişə də biləcəksən və sənin ətrafa yalnız xeyrin dəyəcək. Əgər sən zəifsənsə və qorxaqsansa, sən ancaq qorxaqlıqla məşğul olacaqsan və ürək bulandırmaqla məşğul olacaqsan, aydın olur sənə. Sən bu dəqiqə bu videoya baxırsansa, əgər sən ürək bulandıran insansansa, bu sənə çox pis təsir eləyəcək. Mən sənə demək istəyirəm ki, dəyiş. Ay kişi, yaşayış deyil o. Yaşayış değil, ürək bulandırma. Öz həyatını yaşamağa çalış. Kim nə qədər qazanır, kim nə edir, sənin vecbə olmamalıdır. Sən ona ikisinə pozitiv şəkildə baxmalısan və özünə örnək götürməlisən ki, bəli, filan kəs belədir, mən də ola bilərəm. Durub onun paxıllığını çəkməklə yox, simvolu bu kişilərə aiddir. Qadınlara da aiddir, amma kişi sözündə bir müdriklik var. Ona görə də kişi olmaq lazımdır. Öz ayağın üstə durmaq lazımdır. Yıxıldın, qalxmaq lazımdır. Kimdənsə kömək istəmək lazım deyil. Aydın olursan özünə sıxışdırma bunu. Uğurlar sana.